Bismillahirrahmanirrahim və bihi nəstəin. Allahumma salli ala Muhammed və ali Muhammed. Salamun aleykum və rəhmətullah, əziz müsəlman, bacı və qardaşlar. Hər vaxtınız xeyir olsun. Bəhsimiz Quranda Allah-şünaslılıqla bağlıdır. Biz gəlib belə bir suala çatdıq ki, görəsən başqasından kömək diləmək və ya başqasını vasitə görmək ortada şirkdir, yoxsa yox? Tövhidlə ziddiyyət təşkil edir, yoxsa yox? Qeyd etdi ki, bunun tövhidlə heç bir ziddiyyəti yoxdur. Daha sonra belə bir sual verdik ki, qərar idi siz bu sualın üzərində düşünəsiniz. Əhl-i Beyt əleyhissalamın təkvini vilayəti var, yoxsa yox? Təbii ki, Əhl-i Beyt əleyhissalam deyəndə Həzrəti Muhammed sallallahu aleyhi və səlləm də onun içindədir. Əlbəttə, biz Quran-ı Kərimə nəzər salanda, istəyirəm bu məsələni biraz açam. Quran-ı Kərimə nəzər salanda biz görürük ki, Allah təbarək və təala bəzi məsələlərə işarə edir. Ümumiyyətlə, vilayəti izah eləyək və bu suala cavab verək. Vilayət nədir? Quran-ı Kərim buyurur ki, Əuzu billahi mineşşeytanirracim. İnnallâhe lehu mulkus semavati vel ard. Göylərin və yerin mülkü Allah təbarək və taalaya məxsusdur. Yuhyi və yumid, öldürür və dirildir. وَمَا لَكُمْ مِنْ دُونِ اللّٰهِ مِنْ وَلِيٌّ وَلَا نَسِرٍ. Sizin üçün Allahdan başqa heç bir vəli və köməkçisi yoxdur. Vəli, yəni sərpərəst, yəni işləri öhdəsinə götürən, yəni idarə edən. Vilayətin mənası budur. Vilayətin deməli birinci mənası, təkvini mənası budur ki, yəni bu aləmi idarə edən, bu aləmi öhdəsinə götürən, bu aləmin maliki, sahibi Allah təbarək və təaladır. Vilayəti var, istədiyi kimi deyək ki, dəyişiklik yarada bilər, istədiyi kimi hərəkət eləyə bilər. Bu olur vilayət. Görəsən, Əhl-i Beyt əleyhissalamda da belə bir vilayət varmı, yoxsa? Bizim etiqadımıza əsasən Allah təbarək və təala bəzi şəxslərə bu icazəni verib ki, onlar da bu aləmdə müəyyən dəyişikliklər eləsinlər, müəyyən işləri yerinə yetirsinlər, şəfa versinlər, filan işi görsünlər. Hətta istəsəniz, inşallah bəlkə də bir vaxt bu barədə danışarıq. Baxmayaraq ki, düşüncə olaraq əhl-i-sünnə vəl-cəmaə və müasir sələflər bu etiqadı qəbul etmirlər. Amma əməli olaraq, praktik olaraq bu məsələləri, yəni təkvini vilayəti birinci və ikinci, hətta üçüncü xəlifəyə də nisbət verirlər. Yəni onlardan elə kəramətlər bizim üçün nəql edirlər ki, o kəramətin mənası budur ki, yəni onların təkvini vilayətləri var. Şəfa vermək məsələsi, xəbərdar olmaq məsələsi və bəzi digər işlər ki, bunun üzərindən keçək. Biz ayəni oxuduq, ötən verilişimizdə Həzrəti İsa əleyhissalam barəsində o ayə başqa bir, həm ayə ki oxuduq, eyni ilə onun kimi ayə başqa yerdə var. Quran-ı Kərim buyurur ki, Əuzu billahi mineşşeytanirracim, ənnə qad ci'tukum. Bu, o ayədə Allah təbarək və təala Həzrəti İsa'ya deyirdi. Burada isə Həzrəti İsa özü deyir ki, mən gəlmişəm sizə bir ayətin min Rabbikum, sizin Rəbbiniz tərəfindən bir nişanə ilə. Ki, nişanələr budur. Ənni əxluqu lakum minət-tini kəhəyyətət-tayr. Həmən məsələlərə işarə edir də, mən bir dənə torpaqdan quş şəkli düzədirəm, ona üfürürəm, o quş olur Allahın izni ilə, anadan gəlmə. Deyək ki, körlara mən şəfa verirəm və cüzam xəstəliyi olanlara, bərəs deyərlərdə şəfa verirəm və ölüləri dirildirəm, yenə də biiznillah. Bu həmən vilayəti təkvinidir. Təkvini vilayətdir ki, yəni Allah icazə verib. İndi biz Allahın izni ilə qismət olsa, biiznini məna edəcəyik ki, gələcək dərslərimizdə ki, bu ki, deyir Allahın izni ilə, yəni necə? Yəni bu işi görəndə Allah təbarək və təala deyir ki, icazə verirəm, gör. Yoxsa biiznillahın mənası var ki, dəqiq mənası var, inşallah izah edəcəyik. Bir daha təkrar edirik bu məsələni ki, Vəhabilər bunu anlamırlar və deyirlər ki, xeyr, bu tövhidlə ziddiyyət təşkil edir. Xeyr, tövhidlə o vaxt ziddiyyət təşkil edir ki, mən deyəm ki, bu ki, şəfa verir, bu Allah Taalanın icazəsi olmadandır. Və hətta bəzi hədislərdə də var, hətta Səhih Buxaridə də var ki, məsələn, ağız su ilə Həzrəti Peyğəmbər şəfa verərmiş. Məsələn, ağız suyunu qatarmış və şəfa kimi istifadə edərmiş. Yəni, onlarda bu qüdrət var idi ki, müəyyən dəyişikliklər eləsinlər, müəyyən işlər görürsünlər. Bunun adını qoyuruq təkvini vilayət. Çünki bizim bəhsimiz istəyirik ümumi məlumatlar verək, artıq təfərrüata daxil olmuruq.
Gələk ikinci, vilayətin ikinci mənası da təşrii vilayətdir ki, yəni qanunvericilikdə vilayət. Onların yəni bu haqqı varmı ki, qanun ortaya qoysunlar? Biz dedik ki, Quran əqli baxımdan, hətta Quran ayələrindən istifadə olunur ki, Allah Təbarək və Təalanın yalnız haqqı var ki, bir qanunu insanlar üçün təyin eləsin, ya qanunu götürsün, başqa bir qanunu əlavə eləsin. Amma biz elə Quran-ı Kərimin özünə də baxanda görürük ki, Allah Təbarək və Təala bu haqqı digərlərinə də verib. Kimə? Həzrəti Peyğəmbərə bu haqqı verib məsələn. Deməli, onların da vilayəti var, təşrii vilayəti var. Allahın izni ilə onlar da eləyə bilərlər, əmr eləyə bilərlər. Allahın icazəsi ilə onlar da qadağa eləyə bilərlər. Necə ki, Quran-ı Kərimdə oxuyuruq: وَمَا أَرْسَلْنَا مِنْ رَسُولٍ إِلَّا لِيُطَاعَ بِإِذْنِ اللَّهِ. Biz elə bir Peyğəmbər göndərmədik ki, Allahın izni ilə itaat olunmasınlar. Yəni, onları göndərdik ki, itaat olunsunlar. Axı, qərardır ki, biz Allaha itaat edək. O nə dedi deyək, baş üstə. O bizə qadağa versin, o bizə əmr eləsin. Amma Quran-ı Kərim buyurur ki, onlar da itaat olunmalıdır. Yəni, nə desə eləməlisiniz. Həmən rububiyyətdə, yəni təşrii rububiyyətdir bu. Təşrii rububiyyətdir. Və ya məsələn, bu ayəyə baxaq. Ya eyyuhəl-ləzīnə əmənu, əti'ullaha. Allaha itaat edin və əti'ur rasul və Allahın rəsuluna itaat edin. Və ulul əmri minkum. Və sizlərdən olan əmr sahiblərinə ki, təbii ki, biz deyirik, hədislərimiz də var, hətta əhl-i-sünnə mənbələrindən də bəziləri buna işarə edib ki, ulul əmrdən məqsəd, təbii ki, əlbəttə ixtilaflar var onların öz arasında, nə qədər nümunələr gətirirlər ki, bizim etiqadımıza əsasən ulul əmrdən məqsəd Əhl-i Beyt əleyhissalamdır. Yəni, onların da təşrii, yəni vilayətləri var. Təşrii vilayətə sahibdirlər onlar da. Bu ayədən istifadə olunur Nisa surəsinin 59-cu ayəsindən. Ya və məsələn, digər ayə də var burada. İnnəmə vəliyyukumullah. İnnəmadan gəlib özdə. Yalnız sizin vəliyiniz kimdir? Allahu Allahdır. Və Rasuluhu və onun Rəsuludur. Vəl-ləzīnə əmənu. İman gətirənlərdir. O iman gətirənlərin xüsusiyyəti nədir? Əl-ləzīnə yuqimunəs-salətə. Namaz qılırlar və yutunəz-zəkətə. Zəkat verirlər və hum rakiun. Rükû halında. Çox təəssüf olsun. Siz gedin bu Quranı tərcümə edən Vəhhabinin tərcüməsinə baxın. Müasir sələfinin. Gəlib orada tərcümə edəndə deyir ki, namaz qılırlar, zəkat verirlər və rükû edirlər. Halbuki, siz baxsanız, qədim alimlərin də elə təfsirlərinə nəzər salsanız, burada vav bağlayıcı deyil, hal bildirən vavdır. Vəhum rakiun, yəni rükû halında onlar namaz, zəkat verirlər. Ki, baxaq tarixə görək, bu şəxs kim idi? Baxmayaraq ki, cəm şəklində gəlib, bəziləri istəyirdilər irad bildirsinlər. Amma ən azı Əli əleyhissalamı qəbul edirlər ki, bu şəxs Əli əleyhissalam deyil. Başqaları da olub-olmayıb, işimiz yoxdur ki, onlar özlərindən deyirlər, başqaları da olub, ümumidir falan da. Halbuki bu ayə Həzrəti Əli əleyhissalamın şəni barəsində nazil olub ki, bir nəfər fəqir gəlmişdi, məscidə daxil olurdu. İmam əleyhissalam üzüyünü çıxartdı, namaz halında, rükû halında ona verdi, rükû halında zəkat verdi ki, Quran-ı Kərim buyurur ki, sizin vəliyiniz odur. Ki, burada vəlidən məqsəd dost ki, deyil. Vəlidən məqsəd, yəni sərpərəst, yəni hakim, yəni sizə əmr etməyə haqqı olan, qadağa etməyə haqqı olan odur. İnşallah Allahın izni ilə növbəti verilişimizdən də digər münaqişəli bir bəhsə işarə eləyəcəyik biz. O da şəfaət mövzusudur ki, önəmli mövzulardandır və təvəssül mövzusu ki, görəsən bunlar şəfaət, təvəssül və ya digərlərin qarşısında baş əymək, səcdəyə düşmək, bunlar tövhidlə ziddiyyət təşkil edir, yoxsa 3 dənə mövzu. 1. Başqalarının qarşısında xuzu etmək, baş əymək. 2. Hətta səcdə etmək. 2. Şəfaət diləmək başqalarından. 3. Başqalarına təvəssül etmək. Bunlar tövhidlə ziddiyyət təşkil edir, yoxsa yox? İnşallah gələcək dərslərimizdə Quran-ı Kərimin üzərində bu bəhsləri araşdıracağıq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.